müharibəsi 1826-cı ildə başlayacaq, 28-də Türkmənçay müqaviləsi ilə bitir. Baxaq görək nə baş verdi. Gürcüstan müqaviləsi neçə maddə idi uşaqlar? 11 maddə. Bir preambula, bir dənə də nə salınmışdı ora? Hə, separat akt. Nə idi separat aktın anlamı nədir? Aha, bəli, sərhədlərə yenidən baxılması. Elgün Səmədi görə hansı səbəbdən Qacarlar sərhədlərə yenidən baxılmağı qəbul etdilər? Yenidən baxılmalı. Hə, niyə separat aktı? Rusiyadan İşğallarına azad azad eləmək üçün. Aha, bəs ruslar niyə bu separat akta razılıq verdilər? İrəvan və Naxçıvan istəyirlər. Burada bir ingilis də iştirak edirdi müqavilə. Qorozlu. Qorozlu məqsədi nə idi bəs burada? İlkin burada elə bir qazanan Ruslar gücləməsi işləmi Aysu. Ruslar Azərbaycanı, Qafqazda güclənərsə, harda mənafiyi də güclənmiş olardı? Asiya, yaxın və orta şərqdə. Ona görə də bu separat akt salındı. İndi dövlətlər bu separat aktdan istifadə eləyib təkrar nəyə başlayacaqlar? Müharibəyə. Çünki bu onlara imkan verirdi. Və nəyə görə mübarizə başlayacaq? Çünki Napolyon Fransası üzərində qələbə çalınmasında oynadığı rol, Avropadakı mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun əhəmiyyəti dərəcədə artdığına görə istəmirdi ki, Rusiya güzəştlər eləsin. Yəni bunları əlində saxlamağa çalışır. Qacarlar da düşünürdülər ki, Rusiya Qafqazda güclənməsi təhlükədir, ingilislər üçün də həmçinin təhlükədir və əgər Rusiya Azərbaycanda, Cənubi Qafqazda güclənərsə, onun yaxın və orta şərqdə nüfuzu artar. Orada da mənafi kimlə toqquşur dedik? Hə, kimdən toqquşur Rusiya mənafiyi yaxın şərqdə? İngiltərə ilə Fransa. Buna görə də onun güclənməsini istəmirlər. 1814-cü ildə Rusiya əleyhinə Qacar-İngiltərə arası Tehran müqaviləsi bağlandı. Bəs bayaqlarım demişdik biz, Qacarlar nə vaxt İngiltərə müstəmləkəsi oldular? 1801. Kimlə bağlanmış müqavilə idi? Adını istəyirəm şəxsin. Malcolmla bağlanmış müqavilə idi. Və İngiltərə yardımı ilə 1814-də təzədən müqavilə bağlayıb Qacarlar ordu düzəldəcəklər. Bəli, müqavilənin adı Tehran müqaviləsi, şərtlərinə baxaq görək nə deyir. İngiltərə Qacarlara hərbi və maliyyə yardımı göstərməyə öhdəlik götürdü. Qacarlar İngiltərəyə Hindistan sərhədlərinin təhlükəsizliyinə təminat verdilər və silah, hərbi gəmilər ayırmaq haqqında öhdəlik bir daha təsdiq olunur. Eyni formada Qacarlara müqavilənin şərtə yenidən baxılmasına kömək sözü verdilər. Hətta 1816-cı ildə Qacar ordusu hərbi barat keçirib öz gücünü nümayiş etdirdi. Çünki artıq ordu nə etmişdi? Təzədən qurmağa başlamışdı və bunu göstərdi.